Biri gəldi imama dedi, İmam Rıza'ya dedi, ağacan bir nəfər var, hər şey yaxşıdır, amma əxlaqı pisdir. Mən deyərdim, heç nə yaxşıdır onda. Düzdür, əqidəsi yaxşı ola bilər bir insana. Yaxşı əqidə, yaxşı əxlaq da tələb eləyir axı. Dedi, hər şey yaxşıdır, amma əxlaqı pisdir. İmam buyurdu, yox, la tuzəvviçu, vermə ona övladı, qızı. İnkənə fiz, inkənə seyyul xulq. Pis əxlaqın yiyəsisə qızı bədbəxt eləmə. Yazıq olar övladın. Quranın yanaşması budur. Quranın yanaşması budur. Ayə deyəcəm sizə. Əl-xəbisat lil-xəbisin. Xəbis xanımlar xəbis kişilərə nəsib. Əl-xəbisun lil-xəbisat. Əksinə də belə. Xəbis xanımlar, xəbis kişi. Bu tərəfində deyir. Ət-tayyibatu lit-tayyibin. Pak kişilər pak xanımlarla. Ət-tayyibuna lit-tayyibat. Pak qadınlar pak kişilərlə ailə qursunlar. Ləhum məğfirətun və rizqun kərim ayənin sonunda deyir. Belə tapsalar bir-birlərini, bunların bir məğfirət də var Allahdan. Həmçinin nə var? Rizqun kərim. Yaxşı bir ruzi doları gözləyir. Övladlarınızı pak insanlarla evləndirin. Cavanlar, pak insanlarla, xanımlar, bəylər, pak insanlarla ailə qurun. Mənəviyyatı olan insanlarla, mənəviyyatlı insanlarla. Çünki nikah iki ruhun peyvəndidir. İkidən ruhun peyvəndidir. Kəmin ki, oxundusuz, aləm deyir orada bir-birinə. O hər işdə. İki ruhun peyvəndidir. Bu balaca məsələ deyil. Təkvin aləmində gör nə iş görürsən sən. İki ruh birləşir. Kiçik məsələ deyil valla. Quran iman faktorunu önə çəkir. Qapuz döyüləndə, ya qızızı verəndə, ya xanım alanda iman. Ola bilər, bir cavan olar. Məsələn, amma yaxşı bir insan olar. Buna görə danışım. Amma hələ ibadətə o qədər də meyilli, belə deyil, ibadətdən uzaqdır. Bəlkə də sən təsir göstərərsən ona, ibadətə gələr. İndi ona baxmaq lazımdır. Haradasa baxda danışmaq olar. Ya xanım, ya kişi tərəfdən də. Ola bilər, o ona təsir göstərəcək bu mənəvi yolda. Bu ya ona təsir göstərə bilər mənəvi yol. Amma din əsasən iman faktorunu önə çəkir. وَلَا تَنْكِهُ الْمُشْرِكَاتِ حَتَّى يُؤْمِنَّ. Buyurur, imanlı xanımdan ailə qur. Yaxşı. وَلَأْمَةٌ مُؤْمِنَةٌ خَيْرٌ مِنْ مُشْرِكَةٍ. İmanlı xanım, imanı olmayandan daha yaxşıdır. وَلَوْ أَعْجَبَتْكُمْ. O birisi sizi daha da, belə deyə, pulu, gözəlliyi, daha da sizə başqa təsir göstərsə də onu qoy kənara. Bu birisi daha mühümdür. Çünki imanı var bunun. Bunun imanı var. Və ailədə bir dənə də sizə gəlin qızıl söz deyim. Cavanlar üçün. İndi də hələ evlənənlərə də aiddir. Ailədə çox mühüm məsələlərdən biri necə ailə olacaqdan mühüm, necə ailə olacaq? Bundan mühüm, niyə ailə qururuq? Bax, bunun sualını tapmaq lazımdır. Niyə ailə qurursan, xanım? Niyə ailə qurursan, cavan? Ən mühüm suallardır. Bax, bu sual kilitdir. Bunu həll edin. Nişanlı vaxtında, bu vaxtda biraz danışın. O biraz hələ, buna da vaxt ayırın. Görsən, hələ bu bundan küsür, o ondan küsür, 3 gün bundan küsür, suyunu küsmək ki, bu biraz gəlsin, mənə danışdırsın, bu da xoşu gəlir. Bunları bildik, yaxşı da cavan sus, başa düşdük. Buna da bir vaxt ayırın. Mühüm mövzudur axı bu ailə. Niyə ailə qurursan xanım? Niyə ailə qurursan kişi? Bu qalıb. Necə ailə olacaq, bunu söhbət edəcək, gedir. Necədən danışırlar? Sən birinci niyə ailə qursa onu danışırlar. Necəyə sonra keçərik? Müxtəlif səbəblər ola bilər. Məsələn, oğlan var, ailə qurur ki, öz əlim, öz başım atamdan qutarım, müstəqil bir dənə həyatımı yaşayayım. Bunun hədəfi bu. Xanım ailə qurur ki, ana olmaq istəyirəm, övladım olsun. Bunun hədəfi bu. Yaxşı. Ya məsələn, görsən, bu tərəfdən ya bəy, ya xanım ailə qurur mənəvi təkamül üçün. Biraz hədəfin böyüksə zuhura hazırlıq. Ya məsələn, görsən, bu tərəfdən ailənin hədəf var ki, məsələn, xoş yaşayaq, gəzək, gülək, danışaq, ailə bu. Hədəflər görsən nə qədər fərqlidir. İnanırsan, biri şərqdir, biri qərbdir. Məsələn də o qədər uzaqlı bir-birimizdən. Bunlar yola gedəcək.
Bunlar yola getməyəcək. Bunların hədəfləri fərqlidir. 3-4 günə nəsə olacaq ya. Məsələn, ola bilər xanım qəşəng yeməyə gətirib qoyacaqsan, kişinin qabağına biraz güləcəksiniz, 5 gün geyəcək. Sonra təzədən qayıtacaq. Bu da gəlib bir dənə paltar alıb buna verəcək, 3 gün geyəcək. Nə qədər paltar alıb yeməyə bişirəcəksiniz? Bir oturun bir-birinizdən danışın. Niyə ailə qururuq? Yaxşıdır da bu. Niyə ailə qurmuşuq? Yaxşı da bu getdi, 15 ilimiz belə getdi. Gəl bir oturaq 15 ildən sonra, bir 15 ildə yaşayacaq. Sən mənə deyim, hədəfin nədir? Mən sənə deyim, hədəfim nədir? Bir-birinizdən danışın. Ən böyük müşkillərdən də bir ailədə problem var, amma biri-birinizlə 5-10 dəqiqə otursun, xanım kişi ilə söhbət eləsin, nə var, nə yoxdur. Problemi xanım gelir, rəfiqəsinə danışır, oğlan da gelir, dostuna danışır. Bir özünüzlə danışın. İnanın mən bu sözümə ki, özünüz yığışıb bir yerə, biraz söhbət eləsiniz, bəlkə də məsələlər əli tapacaq. Mən dəqiq deyirəm sizə. Yadıma düşdü, qoy biraz üzümüz də gülsün. Mənə dostlardan biri danışdı, deyir, getmişdi başqa ölkəyə, neçə 10 nəfərə yaxın dost. Gəldik, çatdıq, indi oteldə qalırıq, otaqda da ayrılıb. 2 dostlar getdi, rəsimiz 2-3 nəfər bir yerdə, məsələn, bir otaqda o birisi. İndi 2 dənə dostumuz da bir otaqda qalmışdı. Axşam vaxtı deyib biri gəldi, kondisioneri yandırdı, yatdı. Hava otağın sərinləşdi. O birisi yuxudan durdu, gördü, soyuqdu, getdi, söndürdü. Budurdu, gördü, istidi, getdi, yandırdı. Budurdu, gördü, soyuqlu söndürdü. Təxminən səhərə qədər bir 10 dəfə bu yandırıb, 10 dəfə bu söndürüb. Amma bilmirlər nə var, nə yox. Səhər oldu, o biri düşdü birinci qabağa, getdi resepsiyona yaxınlaşır ki, qardaş, bu nə otaqdır, bu nə oteldir, belə otel olardı. Nə olub, qardaş? Deyir, bu nədir, yandırıram, kondisioneri sönür. Bu nə otaqdır axı? Belə otaq olar. Bu qədər də pul alırsın. Biraz danladı, bu çıxdı, getdi, keçdi kənar, o birisi gəldi, düşdü. Ya qardaş, dedi, bu nə otaqdır vermişəm? Nə olub axı? Deyir, bunu söndürürəm, kondisioner yanır. Deyir, axırda o resepsiyon qayıdır bunlara ki, qardaş, problem bizdə deyir, problem sizədir. Bir dənə 2 dəqiqə oturub söhbət edirsiniz bir-birinizlə. Biləcəksiniz nə var, nə yox. Biriniz yandırırsınız, biriniz söndürürsünüz. Siz özünüz aranızda söhbət eləməmişsiniz. Bu məsələni bir-birinizlə danışsaydınız, mənim üstümə də gəlməyəcəydiniz. İndi bəzi vaxtlar 2 nəfər oturub 5 dəqiqə özü ilə söhbət edəsələr, biləcəklər ki, işığı kim yandırıb, kim söndürüb. Bir-birinə danışmırlar axı, bunlar dərdlərini danışmırlar. Bu neçə ildə evlənir, 2-3 ildir, məsələn 5 ildir yığışıb qalıb bunun içində. Anasına danışıb, bacısına danışıb. Bu da o birisi, o cümlə belə. Səbr edirik. Səbirdən mühüm məsələ həll edirik. Məsələ həll edirik. Oturun, dərdləşin. Bu bir məsələ. Və mühüm məsələ hədəf bəlli olmalıdır ailədə. Baxın, gənclər, niyə ailə qurursunuz? Xahiş edirəm, oturun, bir-birinizlə söhbət edin. Necə ailə olacaq da? Mühüm, niyə ailə qururuq sualıdır. Bunu həll edin. Evlənənlər, eybi yoxdur. Deyərsən, qardaş, daha mənim nəvəm var, nə bilim, mənim övladım. Eybi yox. O, ülvi hədəflərlə bir 5 ildə yaşamağın yeri var. Ailə qoy değişilsin. Aba havası değişilsin. Bir istiqamətə gedin də, gələsiniz bir mərkəzə də, bir hədəfə tərəf gedəsiniz. Mən deyərdim ki, bu danışdığım 2-ci cümlədə ən mühüm cümlələrdən biri bu idi. Niyə ailə qururuq? Bunun haqqında düşünməyə dəyər. Hətta Quran özü düşünməyə dəvət edib ailə mövzusuna. Baxın ayə. Və min ayatihi. Və min ayatihi, deyərəm inşallah ayəni yazsınlar gələn cümlədən. Və min ayatihi ən xələqə ləkum min ənfusikum əzvacən litəskunu iləyhə və cəalə beynəkum məvaddətən və rəhmə innə fi zəlikə lə ayatin li qovmi yətəfəkkərun. Ailədən danışır. Axırı deyəcəyi söz budur ki, niyə ailə qurun? Aramlaşasınız, rahatlaşasınız, mənəvi hüzur duyasınız və mənəvi hüzur duyduğunuz yerdə də Allaha tərəf hərəkət eləyəsiniz. Bu öz yerində. Sonda Allah deyir, liqovmin yətəfəkkərun. Təfəkkür edənlər üçün burada mövzular var. Yəni Allah ailə mövzusunu bizi təfəkkürə çəkir, düşünməyə. Ən mühüm təfəkkür də budur ki, ailə mövzusu niyə ailə qururuq? Bunu həll edin. Və yaxud niyə ailə qurmuşuq neçə ildir? Bunu həll edin. Allah inşallah bizi öz əlimizdən tutsun. Velhamdülillah Rabbil aləm. Allahümmə inna nəsəlükə və nəd'uk